İkinci müqayisə. Ən ələm kitab hansıdır? Ən uca, ən doğru yola yönəldən kitab hansıdır? Şübhəsiz ki, Quran. Bəs buna dəlil nədir? Allah Nəhl surəsinin 89-cu ayəsində buyurur: "Və nəzzəlnə aleykəl kitəbə tibyanən likulli şey." Likulli şey. Şübhəsiz ki, bu kitabı biz sənə endirdik və bu kitabda hər şeyin açıqlaması var. Tibyanu likulli şey. Hər şeyin bəyanı var. Yəni sən baxırsan ki, Quran nazik bir kitabdır, amma içində Allah Subhanahu va Taala buyurur, hər şeyin bəyanatı var. İndi biz nə dedik? Peyğəmbər buyurdu, iki ağır əmanət. Biri digərini qabağa çıxmır. Bəs imamət haqqında varmı belə bir ayə ki, desin ki, məsələn, Qurana nətər deyir? Biz Quranda hər şeyin açıqlamasını və bəyanını verdik. Bəs imam barəsində